Herkese salam gözəl insanlar. Ev işləri görə sizinlə söhbət eləmək istədim. Bir dənə xanım rəydə yazmışdı ki, vətənindən uzaq sizə çətin olmurmu? Vətəndən uzaq yaşamağın mənfi tərəfləri də var, müsbət tərəfləri də var. Hər istədiyimiz vaxt vətənimizə gələ bilmirik. Yaxınlarımızın, əzizlərimizin xoş günlərdə iştirak edə bilmirik. Sevdiyimiz, yaxın insanlarla vaxtımızı keçirə bilmirik. Mənim bəxtim gətiribdir ki, mənim ailəmdən çoxu mən yaşadığım şəhərdə yaşayırlar. Yoldaşımın ailəsi isə Azərbaycanda olur. Mənim ən təəssüf elədiyim şey odur ki, mənim qızlarım vətənimdən uzaqda böyüdülər. Mən çox istərdim ki, mənim uşaqlarım, mənim qohumlarımla yaxın ünsiyyətdə böyüsünlər. Vətənimizdə adət-ənənələrimizi görərək yaşamaq, yaşatdırmaq bu çox gözəldir. Tez-tez Azərbaycana getməsək də, qızlarım Azərbaycanı çox sevir. Mən buna çox şadam. Qürbətdə yaşamağın ən böyük mənfi tərəfində odur ki, mənim üçün sən burada özünü buralı hiss eləyə bilmirsən. Çünki hiss eləyə bilməzsən, çünki sən buralı deyilsən. Gözəl insanlar, mən sizə onu demək istəyirəm ki, baxmayaraq ki, biz harda yaşayırıq, Allah bizə can sağlığı ilə xoşbəxt həyat yaşamağa qismət eləsin. Bir də onu deyim ki, yaşadığım şəhərdə mən darıxırammı? Yox, darıxmıram. Yalan olar, mən burada darıxıram desəm. Çünki mənim əzizlərim, yaxınlarım da burada yaşayır. Ona görə darıxmıram. Allahıma şükür eləyirəm. Belə insanlar da var ki, qərib ölkədə yaxınlarsız, əzizlərsiz yaşayırlar. Onlar iki qat darıxırlar. Həm vətən üçün, həm yaxınları üçün, həm əzizləri üçün çox darıxırlar. Belə insana çox çətin olar ki, qərib ölkədə yaşamaq. Yaxınlarım, əzizlərim olmasa, mən özümü bu şəhərdə təsəvvür də edə bilməzdim. Mən çox darıxardım. Gözəl insanlar, belə format video sizin xoşunuza gəlirsə, rəy bölməsində yazsaz çox sevinərdim. Mən bilsəm ki, sizin xoşunuza gəlir, mənim də marağım artar ki, belə bir video çəkməyə. Beləliklə, gözəl insanlar, mən sizlə sağollaşıram. Hər gününüz ötən gündən daha gözəl keçməyinizi arzu edirəm. Beləliklə, mən işlərimi də yekunlaşdırıb, oxuyub qutara bilmədiyim kitabı da oxuyub istirahət edirəm. Sizə də gözəl istirahətlər arzulayıram.